Hı hı. Aha, deməli, mənə danışırdım. Hə, bu təlim bilirsiniz kimlər üçündür? Deyirlər ki, mənə elə məhsul ver ki, həm özümün, həm yoldaşımın, həm qonşumun, həm qızımın, həm də bir balaca əmim qızı var. Onun da dərdinə çarə olsun. Amma sən can çox məhsul demə, bir dənə olsun. Amma hamının dərdinə çarə olsun. Və yaxud da ki, istəyirəm ki, deyir məsələn, dərim istəyirəm par-par parıldasın. Uzaqdan baxanda üzümün nuru görünsün. Ləkələrim getsin, rəngim ağappaq olsun. Bunları eləmişkən bir iki dənə də sızanağım var, qırışım var. Onlar da getsə lap əla olar. Amma bax da indi imkanım yoxdur. Çox məhsul ala bilmirəm. Ən uzağı 2 məhsul ala bilərəm. Amma saydığım bütün problemlər yoxa çıxdı. Əgər belə bir məhsul bilirsinizsə, varsa, mənə də deyin, xahiş edirəm. Vallah, billah mən də istəyirəm ki, bir dənə olsun, o kremi çəkim, o serumu çəkim, dünya gözəl olum. Amma elə bir dünya yoxdur. Vallahi, billahi yoxdur. Türklər demiş, olsa dükkan sizin. Ona görə də bu təlimi yaxşı-yaxşı dinləyin. Belə deyənlərin fikrini dəyişib normal rutin qurmağa yönəldin. 72% sabun. Bəli, universal olsun. Qiyməti də münasib olsun. Eynən. Xoş gördük. Belə, ona görə bu təlim önəmlidir. Qulaq asaq, dinləyək və rutin qurmağı bacaraq və elə deyənləri də yönləndirməyə çalışaq. Birincisi başlayaq. Dəri təmizləmə. Burada artıq görürsünüz, bunları dedik, nələr varsa. Birinci baxaq təmizləmədən. Başlayaq. Təmizləmə nədir? Bu addım nədir? Təmizləmə bizim dərinin səthindəki kiri, yağı, makyaj qalığını, tozu, təri, ölü hüceyrələri, daha sonra ətraf mühitin o çirkləndiricilərini təmizləmək üçün istifadə olunan gündəlik rutin bir addımdır. Dərinin təmizliyi sonraki edəcəyimiz bütün addımların effektivliyi üçün əsasdır. Təmizləyici məhsul hər kəsin dəri tipinə uyğun olmalıdır, dərini qurutmamalıdır və bizim dərimizin qoruyucu lipid təbəqəsini pozmamalıdır. Təmizləyicinin əsas məqsədi, ekranda da görürsünüz, hər birini qeyd eləmişəm, dərinin nəfəs almasını təmin eləmək, sonraki addımların, yəni tonik, serum, krem istifadə edəcəyimiz məhsulların daha yaxşı, effektiv işləməsi üçün dəriyə hazır bir baza yaradır. Daha sonra bakteriyal yükü azaltmağa kömək edir, yəni üzümüzdəki bakteriyaları təmizləməyə kömək edir. Geniş məsaməli, qara nöqtəli, iltihab riskini həmçinin azaltmağa kömək edir. Əgər edilməzsə nə baş verə bilər? Bunu artıq onsuz danışmışıq. Məsamələr tıxanar, sızlanar, qara nöqtələr artar, dərinin tonu solğun, qeyri-bərabər görsənər. Serum və kremlər dəriyə nüfuz eləməz, effekti azalar. Çünki bizim üzümüz təmizlənməyib və təmizlənməmiş yerə gətiririk, serum tətbiq edirik, krem tətbiq edirik və həmin o tıxanmış məsamələrdən serum bizim dərimizə daxil ola bilir. Makyaj qalığıdır, ətraf mühitin toksinləridir, təmizlənmədikdə yaşlanmanı sürətləndirir. Gördünüz nə qədər problemə səbəb olur, yəni bir dənə təmizləyici vasitə istifadə eləməmək bir ton problemə səbəb olur. Hansı hallarda biz bu addımı sadələşdirə bilərik, yəni istifadə etməyə bilərik? Uşaqlarda, çox gənc yaşda, yəni 18 yaşına qədər olan şəxslərdə üzüma gelləri istifadə etməyə ehtiyac yoxdur, bunu heç deməyə belə ehtiyac yoxdur. Daha sonra, dəri səthi tam sağlamdır və heç bir məhsul istifadə edilmirsə, yəni axşamlar yatanda üzünüzü üzüma geli ilə yumusuz, heç nə tətbiq eləməmisiniz. Səhər duranda əgər üzünüzdə yağlılıq, kirlilik hiss eləmirsinizsə,
O zaman səhər üz yuma geli ilə yumağa ehtiyac yoxdur. Adi bir ilıq su ilə yuyub nəmləndiricinizi və yaxud da günəş kreminizi tətbiq edə bilərsiniz. Daha sonra bəzən dərimizin istirahət etməsi lazım olan hallar olur. Bu zaman üz yuma geli istifadə etməyə bilərik. Buna cilt detoksu da deyə bilərik. Yəni dərinin istirahət rejimi deyə bilərik. Bəzi hallarda dəriyə istirahət vermək lazımdır. Dəriyə istirahət vermək lazımdır. Bu zamanda yalnız üzünüzü su ilə yuyub nəmləndirici krem istifadə edərək bir müddət dərimizi istirahətə göndəririk, belə deyim. Məsələn, dəri bariyerimiz zəifləyibsə, çox turşular istifadə eləmişiksə, dərimiz artıq yorulubsa, bu zaman yəni mola rejiminə keçirik, yəni detoks rejiminə keçirik və üz yuma geli istifadə etməyə ehtiyac olmur. Bir müddətlik, sonra yenidən qaydırıb həminki rutinimizə. Daha sonra ola bilər ki, hər hansı bir müalicə alırsınız üzünüzdə və həkim göstəriş verir ki, üzünüzü ancaq ilıq su ilə yuyun, sadə su ilə yuyun, bu zaman üz yuma geli istifadə etməyə bilərsiniz. Amma bəzi hallarda da üz yuma vasitələri yetərsiz, yəni üzümüzü təmizləyici bir vasitə ilə yumuruqsa, bu yetərsiz qalır. Bu hansı hallarda? Əgər makyaj istifadə eləyiriksə, SPF istifadə eləyiriksə, daha sonra yağlı, məsaməli dərimiz varsa, sızanaqlı dərimiz varsa, mütləq şəkildə üz yuma vasitələri istifadə eləməliyik. Daha sonra gün boyu çöldə olmuşuqsa, tozlu mühitdə olmuşuqsa, yenə çirkləri üzümüzdən təmizləmək üçün istifadə eləməliyik. Gecə əgər yatmamışdan öncə qidalandırıcı bir krem tətbiq eləmişiksə üzümüzə və yaxud da hər hansı bir yağ tətbiq eləmişiksə və yaxud da serum tətbiq eləmişiksə, yenə də səhər oyananda üz yuma geli ilə yumaq lazımdır. Yəqin ki, anlaşıldı. Neçə yaşından başlanılmalıdır? 12 yaşdan etibarən, artıq 12-14 yaşdan etibarən gündəlik qulluq üçün sadə təmizləyici ilə, məsələn, papatyalı ola bilər. Başlaya bilərsiniz uşaqlara, xüsusən də sızanaqlı dəri varsa və yaxud da üzünü ümumiyyətlə təmiz saxlamaq istəyirsə, o zaman istifadə edə bilərlər. Daha sonra başqa Slide sizdə getmir. Görürsünüz, slide gedir. Aha, tamam. Gedir. Doğru yuma qaydasına keçək. Doğru yuma qaydası necə olmalıdır? Birincisi, əllər yuyulmalıdır. Mütləq şəkildə üzümüzü yumamışdan öncə əllərimizi yumalıyıq. Niyə vacibdir? Çünki əllərdəki bakteriya, yağ, kir üzümüzə yaymamaq üçün. İlıq su ilə əlimizi sabunla yuyuruq. Daha sonra, əgər üzümüzdə makyaj varsa, əvvəlcə birinci faza olaraq üzümüzü makyajdan təmizləyirik. Bunun üçün də istifadə edə bilərik miselyar su və yaxud da təmizləmə südü ola bilər. Əsas da makyaj eləmişiksə, SPF istifadə etmişiksə və şəhər kirliliyinə məruz qalmışıqsa, bu zaman bu təmizləyicilərdən istifadə eləmək lazımdır. Daha sonra makyajı üzümüzdən təmizlədik. Ondan sonra keçirik ikinci fazaya, üz yuma gelinə və yaxud da üz yuma köpüyünə. Burada da yenə də öz dərinizə uyğun, dəri tipinizə uyğun bir məhsul seçirsiniz, üzünüzü onunla yuyursunuz. Suyun temperaturu necə olmalıdır? Həmişə ilıq su istifadə eləməlisiniz, ilıq suyla yumalısınız. Çox isti su dərini qurudur. Dərinin nəmini, qoruyucu o yağ təbəqəsini aparır və nəticədə də dərimiz quruyur, qızarır, boyulur, həssaslaşa bilir. Xüsusən də quru və həssas dərilər üçün daha çox zərərlidir.
Çox soyuq su isə təmizləmə zamanı bizim məsamələrimizi daraldır və çirkləri məsamənin içində qalmasına səbəb olur. Yəni, məsamələrdən yaxşı təmizlənir. Ona görə də ilıq su ən ideal sudur üzümüzü yumaq üçün. Amma soyuq su məsamələr üçün dərimizə bir şok effekti verib dərimizi canlandırmaq üçün yaxşıdır. Bunu necə edə bilərsiniz? Üzümüzü makyajdan təmizlədik, üz yuma geli ilə təmizlədik, yuduq ilıq su ilə. Daha sonra sonda üzümüzə bir soyuq su vura bilərik ki, həm məsamələrə yaxşı təsir eləsin, həm də dərimizi oyatsın, canlandırsın. Bu baxımdan istifadə edə bilərsiniz soyuq sudan. Daha sonra əlimizə az miqdarda üz yuma gelini və yaxud da üz yuma köpüyünü götürürük. Köpükdürsə əlimizdə isitməyə ehtiyac yoxdur, birbaşa dərimizə tətbiq edə bilərik. Yox, əgər geldirsə əlimizə götürürük, əlimizdə isidirik, daha sonra əlimizlə üzümüzə həmin köpüyü yayırıq. Birbaşa geli üzümüzə vurmaq olmaz, çünki bəzi sahələrə çox gel gedir, bəzilərinə az gedir. Həmin çox gedən yerlərə sərt yuma olur. Daha sonra əldə isidilmədiyi üçün yuma gelinin içərisində olan o aktiv maddələr dərimizə yaxşı oturmur. Ona görə də geli əlimizə alırıq, əlimizdə isidirik, köpürdürük, sonra üzümüzə tətbiq edirik. Ən azı bir 30-60 saniyə masajla bütün üzümüzü, əsas da bu burun nahiyələri, kənarları, bu çənə nahiyəsi yaxşı-yaxşı yuyulmalıdır. Ən çox kir bu hissələrə yığılır. Ona görə onları unutmamaq lazımdır. Və sərt, baskılı şəkildə ovuşdurmadan, elə insanlar var ki, mənim baldızım belədir, üzünü çox sərt yuyub, üzünü yuyub qutarandan sonra qıpqırmızı olursun. Və onun getməyə də bir xeyli vaxt çəkir. Bu üzə zərərlidir. Dərinin dediyim kimi qoruyucu bariyerini zədələyir. Dəridə mikroçatlar yaradır, qızartı olur, dartınma olur. Hətta bəzən kapilyarları biz zədələdiyimizə görə üzümüzdə kapilyarlar da əmələ gələ bilir. Buna ən çox kimlər edir? Yağlı dərisi olanlar, onun da dərisi yağlıdır. Elə bilir ki, belə sərt yumaqla həmin o yağı təmizləyəcək, amma ki, dərisinə zərər verdiyinin fərqində deyil. Daha sonra göz ətrafını ovuşdurmaq, bu da zərərlidir. Göz ətrafı çox nazikdir və bu bölgəyə də yenə də ovuşdurmaq olmaz. Çox ovmaq qırışları sürətləndirir. Yenə də dəri altı damarları zədələyə bilirik. Daha sonra göz altımızda qıcıqlanma, şişkinlik yarada bilərik və s. Və son olaraq üzümüzü bol suyla yuyuruq. Bol suyla niyə yuyuruq? Çünki çalışmaq lazımdır ki, təmizləyicinin qalığı dərimizdə qalmasın. Bu, dərimizdə qıcıqlanma yarada bilər, quruluq yarada bilər, səpki yarada bilər. Ona görə bol suyla yaxşıca yuyuruq ki, təmizləyicinin qalığı qalmasın. Daha sonra bəzi insanlar var ki, təmizləyici vasitələri üzlərində uzun müddət saxlayırlar ki, daha yaxşı güya təsir edəcək. Amma bunu da eləmək olmaz. Yəni, üz yuma vasitələri üzdə qalmaq üçün deyil, yumaq üçündür. Ona görə də biz bir dəqiqə ərzində üzümüzü masaj elədik, sonra ardından su ilə yumaq lazım. Və son addım olaraq da üzümüzü yumuşaq bir dəsmalla və yaxud da kağız salfetlə yaxşıca quruluyuruq. Yenə də ovmadan bu tampon hərəkətlərlə yəni dəsmalla quruduruq ya da salfetka ilə nəysə. Yenə də sərt eləmək olmaz, çünki dərinin elastikliyini azaldır. Üzümüzlə sərt şəkildə oynamaq, dediyim kimi zədələnmələrə, dəri altındakı damarların zədələnməsinə səbəb olur. Bir də çalışın ki, hər zaman özünüzə aid dəsmalınız olsun və yaxud da bir dəfəlik kağız salfet daha yaxşı tövsiyə olunur üzünüzü silmək üçün. Yəni, hamının istifadə etdiyi dəsmalla üzünüzü silməməyə çalışın. Bu, sızanaqların, səpkilərin artmasına səbəb olur. Belə, nə vaxt, burada da qeyd eləmişəm, sərt yuma olur. Əgər yuduqdan sonra dəridə dartınma hiss edirsinizsə, təmizləyiciniz üzünüzə uyğun deyil və yaxud da ki, suyu çox isti eləmişsiniz, belə ola bilər.
və yaxud da əgər təmizləyicidən sonra dəridə hələ də yağlılıq hissi qalırsa, demək ki, yenə də səhv məhsul seçmisiniz. Təmizləmə yetərli deyil. Yəni üzünüzə uyğun, düzgün təmizləyici seçməlisiniz. Belə. Nə etmək olmaz, makyajla yatmaq olmaz, eyni dəsmalı təkrar-təkrar istifadə eləmək olmaz. Çalışın dəsmallarınızı tez-tez dəyişəsiniz. Çox sərt yumaq olmaz, bunu qeyd elədim artıq. Əsas da rozaseya varsa, sədəf varsa, ekzema varsa, çox yumuşaq şəkildə hərəkət eləmək lazımdır üzlə. Və səhər-axşam fərqli dəri vəziyyətini nəzərə alın. Bu nə deməkdir? Səhərlər gecə dəridə yığılan sebumdur, yəni yağdır, bakteriyaları təmizləmək üçün biz üzümüzü yuyuruq. Axşam isə üzümüzə yığılan kirləri, SPF-i, makyajı təmizləmək üçün yuyuruq. Bu zaman səhərlər sadəcə üz yuma vasitəsi bizə yetərlidir. Bəzən də bayaq qeyd elədiyim kimi heç üz yuma vasitəsi lazım olmur. Səhərlərdən söhbət gedir. Sadəcə bir micellar su ilə üzümüzü silə bilərik və yaxud da ki, gen təmizləmə südü ilə üzümüzü silə bilərik. Bu qədər. Axşam isə mütləqdir ki, 2 etaplı təmizləmə edilsin. Yəni, əgər makyajımız varsa, makyajımız yoxdursa, sadəcə gel ilə yumanız kifayətdir. Amma makyaj varsa, birinci makyajımızı çıxarırıq, təmizləyirik, sonra gellə üzləyirik. Bir də onu qeyd edeyim ki, son olaraq, dəri tipi dəyişəndə mütləq təmizləyici də dəyişilməlidir. Məsələn, əvvəl dəri tipim yağlı idi, çoban yastığı, çay ağacı yağlı istifadə edirdimsə, nəsə oldu, məsələn, hamiləlik oldu, iqlim dəyişdi, nə bilim, stres keçirdin, dərin keçdi quruya dəyişdi. Bu zaman çay ağacını artıq istifadə eləməməlisən. Keçməlisən papatyalıya, yəni quru dəri üçün olan məhsula keçməlisən. Keçdi ikinci addımımız tonikdir. Tonik nədir? Tonik dərini təmizlədikdən sonra tətbiq olunan və dərinin pH balansını bərpa edən, məsamələrimizi sıxan və üzümüzü, dərimizi sonraki mərhələyə hazırlayan məhsuldur. Əsas məqsədi dediyim kimi, təmizləmədən sonra bizim pH balansımız dəyişir. Dəyişmiş pH balansını normaya salmaqdır. Yəni, biz üzümüzü yuyanda, adi su ilə yuyanda və yaxud da üz yuma geli ilə yuyanda dərimizin pH-ı dəyişir. Tonik də həmin bu pH-ı, dəyişmiş pH-ı normaya salır, normallaşdırır. Ümumiyyətlə, ola bilər ki, aranızda pH nədir bilməyənlər var. pH bizim dərimizin nə qədər turşu və yaxud da nə qədər qələvi olduğunu göstərən bir rəqəmdir. Turşu mühiti, yəni dərimizin bu turşu mühiti nə işə yarayır? pH-ı nə işə yarayır? Zərərli bakteriyaların, göbələklərin çoxalmasının qarşısını alır pH. Dəri bariyerini qoruyur. Yəni, dərinin nəm itkisinə, qıcıqlanmaya, allergenlərə qarşı müdafiə edir dəri. Daha sonra dəridə yaşayan faydalı bakteriyaların tarazlığını qorumağa kömək edir. Yəni, pH-ın bu funksiyaları var. Əgər pH pozularsa, dərimizin pH-ı pozularsa, yəni çox turşu mühit olarsa, dərimiz qızarar, yanar, qıcıqlanar. Qələvi çox olarsa, quruluq olar, kəpəklənmə olar, sızanaq olar, iltihab riski olar və s. Bizim öz dərimizin sağlam pH-ı təxminən 4.5-5.5 arasında dəyişir. Məsələn, biz deyirik, mən dünənlərim çox danışdım bu haqda ki, sabunlarla üzü hər gün yumaq olmaz. Çünki sabunların çoxsunun pH-ı 9-10'dur. Görürsünüz, bizim öz sağlam dərimizin pH-ından nə qədər yüksəkdir. Bizdə 4.5'dir, amma sabunda 9'dur. Ona görə bir-birlərinə uyğun gəlmirlər. Başlayır bizim dərimizi zədələməyə, qurutmağa, qızartmağa, nə bilim, iltihab əmələ gətirməyə və s. Belə, toniklər və nəmləndiricilər dərinin pH balansını bərpa eləməyə kömək edən addımlar, vacib addımlardır. Daha sonra tonik dedik, məsamələri sıxır, sakitləşdirici təsir göstərir,
serumların, kremlərin dəriyə nüfuz eləməsini artırır. Üz yuma gelinin gedib çata bilmədiyi məsamələrin dərinliyinə qədər çatır və həmin o dərinliklərdə qalan çirkləri, makyajı və s. təmizləyir, tamamilə təmizləyir. Əgər bu addım edilməzsə, dediyim kimi, pH tarazlığı pozulur, dəri özünü bərpa eləyə bilmir. Sonraki istifadə edəcəyimiz məhsullar kifayət qədər dərimizə nüfuz eləmir. Xüsusən də məsaməli dərilərdə, komedonlu dərilərdə, qara nöqtə problemi olanlarda sızanaq riski, yəni sızanağa meyilli olanlarda sızanaq riski artır. Saydığım qara nöqtə problemi, komedon problemi artır. Daha sonra sərt suyun yaratdığı bizim dərimizdə bilirsiniz ki, adi su belə çox sərtdir bizim üzümüzə görə və həmin o yaratdığı quruluq, gərginlik, dəri bariyerinə zərər verə bilər. Tonikdə həmin o bariyeri zərər verməsinin qarşısını alır. Belə, nə vaxt istifadə eləməyə bilərsiniz, nə vaxt sadələşdirilə bilər tonik? Deyək ki, dəridə heç bir problem yoxdur və dəriyə çox az məhsul tətbiq olunur həmin günü, o zaman tonik istifadə eləməyə bilərsiniz. Və yaxud da ki, 12 yaşa qədər olan uşaqlarda yenə də istifadə edilməməlidir. Və yaxud da deyək ki, gündəlik bir yüngül rutin eləyirsiniz, sadə su əsaslı serum istifadə edirsiniz və yaxud da indi su əsaslı nəmləndirici istifadə edirsiniz. Çox minimal bir rutin qurmuşsunuz özünüzə. O zaman atlaya bilərsiniz tonik adını. Neçə yaşdan artıq başlaya bilərsiniz? 15 yaşdan etibarən, xüsusən də əgər sızanaq problemi varsa, məsamə problemi varsa, başlaya bilərsiniz 15 yaşından etibarən. Bir də toniklərin tətbiq edilmə üsulları 2-3 üsulda tətbiq olunub. Sprey şəklində və yaxud da əl ilə tətbiq eləmək və pambıq disklə tətbiq eləmək. Sprey şəklində necə tətbiq olunur? Onsuz bizim məhsullarımız hamısı sprey şəklindədir. Uzaq məsafədən üzümüzə tətbiq edirik, spreyləyirik. Çalışın ki, göz nahiyəsinə gəlməsin. Sprey etdikdən sonra ya əlinizlə yüngülcə masaj eləyərək üzümüzə yayırıq onu. Ekranı. Ya onu əlimizlə yayırıq, ya da ki, öz-özünə qurumasını gözləyirik. Xüsusən də əgər həssas dəriniz varsa, sprey eləmək daha yaxşıdır və əlinizi toxundurursunuz, öz-özünə qurur. Bu üsul nə zaman istifadə olunur? Yəni, sprey üsulu. Gün ərzində dərinizi təzələmək üçün, dərinizi sakitləşdirmək üçün və yaxud da nəmləndirmək üçün. Və yaxud da deyək ki, makyaj eləmişsiniz, üzünüzə istəyirsiniz ki, biraz nəmlənsin üz dəriniz. O zaman makyajın üzərindən nəmləndirici olaraq sprey kimi tətbiq edə bilərsiniz. Amma bu nəmləndirici toniklərə aiddir. Həssas və incə dəriniz varsa, yenə də sürtmə olmadan, dərinizi çəkişdirmədən daha az qıcıqlandırıcı olur sprey eləmək. Belə, pambıq disk isə yenə də tökürük toniki pambıq diskin üzərinə və üzümüzü onunla silirik. Və yumuşaq hərəkətlərlə. Necə? Mərkəzdən yanlara doğru. Alın məsələn siliriksə, alından gicgaha doğru. Bu şəkildə silirik. Burun nahiyəsindən, kənarından qulaq nahiyəsinə qədər. Bu hissələri belə. Elə bil ki, buradan bura gedirik, buradan bura gedirik. Heç vaxt belə eləmək olmaz. Çünki dərimizin elastikliyini salırıq. Biz lazımdır ki, həmişə aşağıdan yuxarıya doğru eləyək ki, üzümüzə lifting effekti olsun. Serumları, kremləri də belə bu şəkildə tətbiq eləmək lazımdır ki, üzümüz aşağı doğru sallanmasın, əksinə yuxarı qalsın. Pambıqla tətbiq eləməyin əsas məqsədi nədir? Təmizləyici istifadə etdikdən sonra dəridə əgər qalıq hiss edirsinizsə, o zaman pambıqla təmizləyin. Yəni, toniki pambıqla təmizləyin. Və yaxud da gün ərzində makyaj eləmişsinizsə, günəş kremi istifadə olunubsa, o zaman yenə toniki pambıqla tətbiq eləyə bilərsiniz.
Gecə dəridə yığılan yağlı toksinləri təmizləmək üçün yenə pambıq disklə tətbiq edə bilərsiniz. Və yaxud da deyək ki, dəriniz məsaməlidir, yağlıdır, yağ balansını nizamlamaq üçün yenə tonikləri pambıqla tətbiq edə bilərsiniz. Belə, bu cür. Dediyim kimi, sprey daha çox nəmləndirmək, həssaslığı olan dərilərdə yaxşı təsir göstərir. Pambıq olan isə daha çox təmizləyici, təmizləməni artırmaq üçün, daha çox təmizləmək üçün pambıqla eləyir. Bir də var toniklərin növləri. Turşu tərkibli toniklər var və nəmləndirici toniklər var. Turşu tərkibli toniklərin içərisində alfa hidroksat və beta hidroksat, AH, BH dediyimiz dərini aşındıran aktiv maddələr var. İçərisində glikolik turşu ola bilər, laktik turşu ola bilər, salisilik turşu ola bilər və s. Bunun əsas məqsədi, yəni turşu tərkibli toniklərin əsas məqsədi dərimizdən ölü hüceyrələri arındırmaq, dərinin teksturasını hamarlaşdırmaq, yaxşılaşdırmaq, daha sonra sızanaq, qara nöqtə, məsamə problemi, ləkələrə qarşı dəstəkləyici olmaq və kollageni stimullaşdırmaq, artırmaq. Turşu tərkibli toniklər daha çox kimlər istifadə edir? Bizdə turşu tərkibli tonik hansıdır? Kim deyər? Üzüma südündən sonra, üzüma südü yoxsa təmizləyici süd? Ondan sonra təmizləyici süddən sonra üz yuyulmalıdır, bəli. Powerful, bəli. Yox, Luminage deyil, qırmızı peeling, o peelingdir, tonikdən söhbət gedir. Bizdə Peel and Light, düzdür, Nağıyeva xanım, çox təşəkkür edirəm. Təranə xanım, əla. Deməli, tonik ped də turşu tərkibli deyil, o nəmləndirici tonikdir. Bizdə bir tək turşu tərkibli olan Peel Light tonikdir, Powerful'dan olan. İçərisində glikolik asid var, laktik asid var, salisilik asid var. Bunlar hamısı turşudur və o məhsulun içərisində bunlar var. Bu məhsulu kimlərə verə bilirik? Məsaməli, akneli dərisi olanlara, ləkəsi olanlar, hiperpigmentasiya problemi olanlara, yağlı qarışıq dərisi olanlara turşu tərkibli toniklər istifadə. Deməli, turşu tərkibli toniklər gündəlik istifadə eləmirik. Həftədə 2-3 dəfə istifadə edirik. Ancaq gecələri istifadə edirik və səhərlər də mütləq şəkildə günəş qoruyucu tətbiq edirik. Əgər dəriniz öyrəşərsə turşu tərkibli tonikə günlərin sayını artıra bilərsiniz. Bir də var ki, nəmləndirici toniklər. Nəmləndirici toniklər nədir? Bizdə hansı nəmləndirici toniklər var? Bu toniklərin, nəmləndirici toniklərin içərisində turşular olmur. Daha çox bizim dərimizi nəmləndirəcək tərkiblər olur. Əsas məqsədi dərinin pH səviyyəsini tarazlamaq, dərini yumuşatmaq, dərini nəmləndirmək, seruma, kremə dərimizi hazırlamaq, dəri bariyerimizi qorumaq. Bizdə olan məhsullardan nə var? Nə var bizdə? Bu nəmləndirici tonikləri hər gün istifadə edə bilərsiniz, səhər axşam istifadə edə bilərsiniz, gündə 2 dəfə. Tonik Ped, əla, Silver seriyası quru yağlı dəri üçün olanlar, bəli, düzdür. Üz toniklərimiz varsa Muse seriyasının toniki, Peel Light, gözəl tonik. Elə bildim Peel Light'ı nəmləndirici tonik kimi yazmışsınız. Əsəbləşmişdim. Əla. Nəmləndirici tonikləri də bildik, turşu tərkibli tonikləri də bildik, istifadə qaydasını da bildik. Əla. Keçdik nəyə?
Serumlar. Serumlar nədir? Serum dəriyə içərisində aktiv tərkiblər olur, aktiv maddələr olur, turşular olur, yüksək konsentrasiyada olur və incə molekullu olur. Dərinin dərin qatlarına işləyə bilən məhsullardır. Spesifik problemləri müalicə eləmək üçündür serumlar, ləkə, qırış, sızanaq, quruluq və s. Yəni, əsas məqsədi dərimizin iç qatlarına qədər işləmək, problemi dərinliyə qədər gedib həll eləmək və xüsusi dediyim kimi aktiv tərkiblər olur, vitaminlər olur, peptidlər olur, turşular olur və s. Əgər bu addım edilməzsə nə baş verə bilər? Dərimizə yalnız səhvi qulluq eləmiş olaraq əsas problemi aradan qaldıra bilmərik. Nəticə ala bilərik, amma gec ala bilərik. Yəni, digər məhsullarla istifadə edib nəticə ala bilərik, amma gec. Serumlar daha tez nəticə almamıza kömək edir və bəzi serumlar var ki, onları istifadə etməsək, dərimiz tez yaşlanar, dərimiz zəif olar, dərimiz həssas olar və s. Bu addım ən çox vacibdir sızanağı olanlar, post-akne izləri olanlar, qəhvəyi ləkə problemi, yəni ləkə ilə bağlı olan problemi varsa, həddindən artıq dəri qurudursa, həssaslıq varsa, qızartı varsa, qırışlar varsa, daha sonra genişlənmiş məsamələr varsa, yağ balansızlığı varsa, serumlar istifadə olunmalıdır. Serumları neçə yaşdan istifadə edə bilərsiniz? 16-17 yaşdan etibarən istifadə eləmək olar. Baxır, indi dərisində hər hansı bir problem var, yoxsa yox. Yəni, 16-17 yaşdan etibarən əgər dərimizdə hər hansı bir problem varsa, sızanaq, ləkə və s. istifadə edə bilər. 25 yaşdan sonra isə, yəni, əgər heç bir problem yoxdursa, o yaşda 20 yaşına qədər ehtiyac yoxdur serumlara. 20-25 yaşdan sonra isə profilaktik yaşlanma əleyhinə serumlar rutinə daxil edə bilərsiniz. Məsələn, C vitamini. 20-li yaşda ən yaxşı təsir edən C vitaminidir. Bizdə hələ ki yoxdur, yəqin ki olar. Rutinə əlavə edə bilərsiniz 20 yaşdan etibarən. Serumlar toniklərdən sonra istifadə olunur. Nəmləndirici kremlərdən əvvəl istifadə olunur. Gündə 1 və yaxud da 2 dəfə istifadə olunur. İndi serumun tərkibi nədirsə ona görə dəyişə bilər. A vitamini serumdur. İçərisində turşular olan serumlar axşamlar istifadə olunmalıdır. Günəş qoruyucu mütləq səhərlər istifadə etmək lazımdır. Və həftənin bəlirli günləri, həftədə məsələn 1 dəfə, 2 dəfə, 3 dəfə istifadə oluna bilər. Yəni, turşu tərkiblidirsə, diqqət eləmək lazımdır. Serumlar necə tətbiq olunur? Birinci, dərimizi hazırlayırıq. Serumdan əvvəl dəri təmiz olmalıdır. Yuyuruq, quruduruq, tonik varsa tonikimizi tətbiq edirik. Nəmləndirici əsasda tonik olmalıdır. Nəmə doyururuq üzümüzü və ondan sonra serumu tətbiq edə bilərik. Serum dozasında istifadə olunmalıdır. Həddindən artıq serum istifadə eləmək olmaz. Üz üçün adətən 2-3 damla kifayət eləyir. Artıq miqdarda istifadə eləmək bizim ehtiyacımızdan çox ola bilər. Həm də israf ola bilər, həm də dərimizə zərər verə bilər. Ona görə də az və müntəzəm olaraq istifadə eləmək lazımdır. Tətbiq etmə üsulu nədir? Yenə də əlimizin içində alırıq, əlimizdə isidə bilərik. Sonra üzümüzə tətbiq edirik. Yenə də sürtmədən, dərimizi aşırı təzyiq eləmədən, aşağıdan yuxarıya doğru, bu mərkəzlərdən yana doğru şəkildə istifadə edirik. Dırnaqlarımızı batırmamağa diqqət edirik. Barmaq ucları ilə press pat üsulu var. Yəni, əvvəlcə serumu bu şəkildə üzümüzə tətbiq edirik. Sonra barmaq ucları ilə bu şəkildə dairəsəl olaraq hər tərəfi belə pıt-pıt-pıt bu şəkildə eləyirik. Və tam hopana qədər gözləyirik. Serumdan 2-3 dəqiqə gözləmək lazımdır. Uzağı 5 dəqiqə gözləyin. Tam dərinizə hopsun. Sonra nəmləndirici istifadə edərsiniz. Əgər dərinizdə yapışqanlıq qalırsa serumdan sonra, demək ki, ya miqdarını çox istifadə eləmişsiniz, ya
ya da ki məsafə qoymamısınız nəmləndirici ilə serumun arasında. Və yaxud da ki, ola bilər ki, dərinizdə qabıqlaşma ola bilər, soyulma ola bilər. Bu da nəyi göstərir? Üst-üstə çox serum istifadə eləmişsiniz və yaxud da ki, bir-biri ilə anlaşmayan, bir-birini sevməyən iki məhsulu eyni rutində istifadə eləmişsiniz. Ona görə qabıqlaşma ola bilər, soyulma ola bilər üzünüzdə və s. Və serumdan sonra nəmləndirici. Serum tək başına olmaz. Həmişə nəmləndirici ilə dəstəklənməlidir. Nəmləndirici ilə üzümüzə kilitləməliyik serumu. Ki, aktiv maddələr, yəni serumun içərisində olan aktiv maddələr buxarlanıb havaya uçub getməz. Belə, prespat bayaq dedim, bu nə üçün lazımdır? Yəni, biz əlimizi belə bastırdıq, sonra pat-pat elədik. Bu, əslində üzümüzü masaj eləmək üçün, üzümüzdə qan dövranını yaxşı çalışdırmaq üçün çox yaxşıdır. Üzümüzə qan axını yaxşılaşır, dərimiz daha yaxşı qanla təmin olur və elastikliyi həmçinin artır. Ona görə bu texnika ilə eləsəz daha yaxşı olar. Bunu həmçinin toniklərdə də istifadə edə bilərsiniz, serumlarda da istifadə edə bilərsiniz. Əgər dərinizdə hər hansı bir qızartı, yanma hissi varsa, demək ki, turşu nə idi? Serum sizin dərinizə uyğun deyil. Və yaxud da dəriniz həssasdır, turşulara qarşı, serumlara qarşı, aktiv maddələrə qarşı reaksiya verir. Və yaxud da ola bilər ki, qaşınma ola bilər, batma ola bilər. Bu da eyni qaydada. Dəri bariyeriniz ola bilər ki, zəifdir və həssasdır. Gətirmişsiniz, birbaşa turşu vermişsiniz dərinizə. O zaman başlayır belə reaksiyalar, gecişmə, batma, qaşınma, qızarma və s. Daha sonra nə qaldı burada? Bir şey qalmadı. Bir də bunu demədim sizə, yadımdan çıxdı. Serumlarda ola bilər ki, istifadə eləyirik, bu çox rastlaşılır. Başlayır dəri qusmağa, yəni daha çox sızanaq çıxartmağa və yaxud da qızarmağa və yaxud da başqa hər hansı bir reaksiya verməyə dəri. Yəni, bir çox insan dəriyə yeni bir məhsul başlayanda, əsas da bu turşulara aiddir, A vitamininə aiddir, niasinamidə aiddir, Claim Bright serum. Dəridə başlayır sızanaq kimi çıxıntılar, səpkilər olmağa, dərinin altında, alt qatında olan sızanaqları üzə çıxarır, yəni əvvəl görünməyən problemlər birdən-birə görünməyə başlayır. Bu təbiidir, yəni müvəqqəti bir haldır və təxminən 4-6 həftə davam edə bilər ən çoxu. Bu zaman panikə səbəb yoxdur, yəni bu keçici bir haldır. Nə edirsiniz? Məhsulu az dozada istifadə edirsiniz, günlərin sayını azaldırsınız. Məsələn, həftədə hər gün istifadə edirdinizsə gün aşırıya keçirsiniz və yaxud da ki, həftədə 2-3 günə keçirirsiniz və s. Bu normaldır. Və çıxan sızanaqları qətiyyən sıxmırsınız, izi qala bilər. Dərini yaxşı nəmləndirirsiniz, bir də SPF istifadə edirsiniz. Təxminən maksimum 4-6 həftə ərzində bu problemlər yüngülləşir və mövcud olan problemləriniz də aradan qalxır. Yəni, turşu istifadə edəndə A vitaminində ən çox olur, Claim Bright serumda olur. Yəni, dəri altında olan sızanaqları o üzə çıxardır, sonra başlayır yavaş-yavaş çəkilib getməyə. Yəni, bundan narahat olmayın. Keçək nəmləndiricilərə. Nəmləndirici krem nədir? Nəmi saxlama qabiliyyətini artırır dərimizin. Dərimizin qoruyucu bariyerini gücləndirir. Dəriyə nəm balansını təmin eləməyə kömək edən bir qulluq vasitəsidir. Əsas məqsədi dediyim kimi dəri bariyerini qorumaqdır, dəriyə yumuşaqlıq verməkdir, elastiklik verməkdir, tonikin, serumların içərisində olan aktiv maddələrin dəridə qalmasına kömək edir nəmləndirici kremlər. Ona görə də vacibdir, mütləq şəkildə olmalıdır və dərinin nəm itirməsinin qarşısını alır. Əgər bu addımı etməsək, dərimiz quruyar,
dartılar, çatlayar, tullanar, nə bilim. Dəriyə istifadə etdiyimiz serumlardakı, toniklərdəki aktiv maddələr buxarlanıb uçub gedər, təsiri zəif olar. Dərimiz tez yaşlanar, elastikliyini itirər, parlaqlığını itirər, dəri bariyerimiz pozular və s. Hansı hallarda sadələşdirilə bilər? Əslində həmişə nəmləndirici olmalıdır. Amma ola bilər ki, günəş kremini istifadə edirsiniz və altındakı nəmləndirici sizi biraz, məsələn, dərinizə ağır gələ bilər. Yəni, altdan nəmləndirici, üstdən günəş kremi, əsas da yay aylarında biraz ağır gələ bilər. O zaman günəş kreminin altından səhərlər istifadə etməyə bilərsiniz nəmləndirici krem. Amma axşam qulluğunda yenidən nəmləndirici istifadə olunmalı. Məncə başa düşdük. Neçə yaşından etibarən istifadəyə başlanılmalıdır? 12-14 yaşından etibarən yüngül nəmləndiricilər istifadə oluna bilər və yaxud da hər hansı bir sızanaq problemi varsa deyək, ona uyğun bir nəmləndirici istifadə oluna bilər. Profilaktik məqsədlə isə 15-16 yaşdan artıq uşaqlara da nəmləndirici krem istifadə edə bilərsiniz. Burada da nəmləndirici kremin istifadə qaydası qeyd eləmişəm. Səhər axşam gündə 2 dəfə tətbiq eləməlisiniz. Oxuyarsınız artıq burada. Məncə danışmağa ehtiyac yoxdur o haqda. Sadə usulda tətbiq olunur zaten. Günəş qoruyucu. Günəş qoruyucular dərini zərərli şüalardan qoruyan, yaşlanma prosesini gecikdirən, həm də ki, ləkələrin, hiperpigmentasiyanın xərçəng riskini azaldan bir məhsuldur. Yəni, dəri xərçəngindən söhbət gedir. Yəni, bədəninizdə olan xərçəngdən yox, dəri xərçəngindən. Bilirsiniz ki, UVA şüaları dərimizin dərin qatlarına keçə bilir, yaşlandırır bizi, dərimizin elastikliyini azaldır, ləkəyə səbəb olur. UVB şüaları da dərinin daha çox üst qatına təsir edir, yanıq olur, qızartı olur və s. Günəş qoruyucudur, bu həmin hər iki şüanı qarşısını alır, qoruma təmin edir iki şüadan da. Əgər bu addım edilməzsə nə baş verə bilər? Qırışlar ola bilər, dərimiz sallana bilər, elastikliyini itirər, dəri tonu bərabərsizliyi olar, ləkələr olar. Turşular istifadə ediriksə, təsiri itər. Məsələn, A vitamini istifadə ediriksə, C vitamini istifadə ediriksə, faydası olmaz. Əksinə daha çox dərimizin ləkələnməsinə səbəb ola bilərlər və dəri xərçəngi riski arta bilər. Yəni, günəş kremi istifadə eləmiriksə. Bütün problemlərdə, bütün dəri tiplərində vacib bir addımdır. Dəri tipi problemi nəzərə alınmadan hər kəs üçün şərtdir, istifadə eləməlidir. Nə vaxt edilməyə bilər, nə vaxt sadələşdirilə bilər bu addım? Əgər bir şəxs bütün günü evdədir və pəncərə qarşısında oturmursa, evinə günəş şüası düşmürsə, o zaman SPF istifadə etməyə bilər. Amma digər hallarda həmişə istifadə eləməlidir. İlin 4 fəsli hər gün. Düzgün istifadə qaydası necədir? Səhərlər, ancaq səhərlər istifadə olunmalıdır. Axşamlar istifadə eləmirik günəş kremini. Tonik tətbiq elədik, serum tətbiq elədik, nəmləndirici tətbiq elədik. Son qat olaraq günəş kremi tətbiq edirik. Və gündə 2 saatdan, 3 saatdan bir yenilənməlidir. Xüsusən də əgər günəşdə çox qalırıqsa, üzümüz çox tərləyirsə və yaxud da hovuza getmişik, dənizə getmişik, su ilə çox təmasda olmuşuqsa, yenilənməlidir. Neçə yaşından etibarən istifadə edilə bilər? 1 yaşından etibarən istifadə etmək olar. Amma mən uşaqlara hər gün SPF istifadə etməyi tövsiyə eləmirəm. 12-14 yaşından sonra uşaqlar istifadə edə bilərlər hər gün özlərini qorumaq üçün SPF. Amma ondan aşağı uşaqlara ehtiyac görmürəm. Dənizə gedəcəklərsə, günün altında çox olacaqlarsa, o zaman olar. Yəni, dənizə gedirik, hovuza gedirik, o zaman uşaqlara SPF tətbiq edin. Amma belə normal günlərdə SPF ehtiyac yoxdur.
Belə bu qədər. Düzgün istifadə qaydasını demədim. Düzgün istifadə qaydası bizim bu iki barmaq qaydası, həmişə deyirəm. Bu barmağımızın qalınlığı, uzunluğu boyunca götürürük. Yəni bu olmaya da bilər. Yəni, az olmasın, həddindən artıq da çox olmasın. Üzümüzə yetəcək qədər, üzümüzün hər yerini bağlayacaq qədər götürürük. Bütün hər yerimizə, üzümüzə, boynumuza, qulaqlarımıza tətbiq edirik SPF-i və evdən çıxmadan 15-20 dəqiqə əvvəl tətbiq olunmalıdır ki, dəriyə tam hopsun və həmçinin də 20-30 dəqiqədən sonra qoruyuculuğu başladığına görə evdən çıxmamışdan öncə tətbiq eləmək lazımdır və dediyim kimi hər 2 saat, 2-3 saatdan bir də təkrarlayacaqsınız. Dediyim kimi nəmləndirici kremdən sonra vurulur və makyaj eləyəcəksinizsə günəş kremi birinci tətbiq edirsiniz. 10-15 dəqiqə sonra makyajınızı eləyə bilərsiniz. Yəni makyaj sonda olunur, əgər edəcəksinizsə. Bu qədər, başqa bir şey qalmadı məncə. Və son olaraq da maskalar, peelinglər var. Peelinglər bizim ölü dəri hüceyrələrimizi təmizləməyə kömək edir, dərimizə parlaqlıq verir, dərimizə qulluq eləyir. Ləkədir, sızanaq izləridir, qara nöqtələrdir, genişlənmiş məsamələrdir. Bunları azaltmağa kömək eləyir. Dərimizə bir çox faydaları var. Bununla birinci dərsdə çox danışmışdım peelinglər haqqında. Yəni, əgər bu addımı eləmiriksə, dərin üzərində ölü hüceyrələr toplanır, məsamələri tıxıyır, sızanağa səbəb olur. Serumların, kremlərin dəriyə sovrulması çətinləşir. Nəticədə də etdiyimiz baxım effekt vermir. Peelinglərin bir neçə növü var. Mexaniki peelinglərdir, kimyəvi peelinglərdir, enzim peelinglərdir. Mexaniki peelinglər bizdə bu əlimizlə ovuşdurduğumuz peelinglərdir. Məsələn, kaysılı peeling ola bilər, peeling gel ola bilər. Bunlar mexaniki peelinglərdir. Kimyəvi peelinglər qırmızı serum dediyimiz Peel Light Serum. Bu kimyəvi peelingdir. İçərisində turşular var. Ona görə kimyəvi peeling adlanır. Bir də enzim peelinglər var ki, bunlar da meyvə fermentlərindən alınan peelinglərdir. Bu bizdə yoxdur. Sadəcə deyirəm ki, biləsiniz. Peelingdən sonra dəridə yüngül qızartı, dartılma olması normaldır. Əgər qızartı olursa, dartılma olursa, bu panik səbəbi deyil, normaldır. Amma peelingdən sonra yandırma varsa üzümüzdə, qaşınma varsa, qabıqlanma varsa, bu zaman demək ki, reaksiya verir, dayandırmaq lazım. Və peelingləri nə zaman eləyirik? Həftədə 1-2 dəfə eləyirik. 1 dəfə etməyimiz kifayətdir. Peelingdən sonra dərinizi mütləq günəşdən qorumaq lazımdır. Göz ətrafına istifadə eləmirik peelingləri. Daha sonra bu qədər. Maskalar isə yenə də üzü təmizləmək, nəmləndirmək, qidalandırmaq, xüsusi dəri problemlərimiz varsa, onları hədəf almaq üçün istifadə olunan qulluq vasitəsidir. Krem şəklində ola bilər, gil şəklində ola bilər, kağız formasında ola bilər və s. Yəni, bütün fərqli ehtiyaclara uyğun müxtəlif maskalar olur. Həmçinin sızanaq, qara nöqtə kimi problemləri aradan qaldırır maskalar. Daimi istifadədə sızanaq əmələ gəlməsinin qarşısını alır, dəriyə parlaqlıq verir və s. Maskalar peeling sonrası tətbiq oluna da bilər, olunmaya da bilər. Nə vaxt yaxşıdır, nə vaxt pis onu deyim. Peelingdən sonra maska istifadə olunsa yaxşıdır. Bu fikir əsasən biz yumuşaq tərkibli peelinglər eləyiriksə, məsələn, pirinç özlü peeling ilə üzümüzü təmizləyirik və maska ondan sonra istifadə edə bilərik. Çünki məsamələri açdıq, maska daha yaxşı üzümüzə hopacaq, dərimiz daha yaxşı udacaq maskanı və maskada olan aktiv maddələr daha yaxşı işləyəcək. Məsələn, peeling gellə və yaxud da kaysılı peeling kremlə üzümüzü peeling elədik. Sonra kağız maskalarımızdan istifadə edə bilərik və yaxud da nəmləndirici, nəm maskadan istifadə edə bilərik və s. Bir də var ki, belə bir fikir var ki, peelingdən sonra maska istifadə eləmək olmaz.
Bu hansı peelinglərə aiddir? Turşu tərkibli peelinglər, o dediyim kimyəvi peelinglər, qırmızı serum bizdəki. Ondan sonra maska eləmək olmaz. Çünki dəri nazikləşir, dəridə üst hissəsi biraz zədələnir, turşular zədələyir dərimizi, başlayır dərimiz soyulmağa və üstündən də maska çəkmək dərini biraz qıcıqlandıra bilər, qızartı verə bilər, həssaslıq yarada bilər. Ona görə turşu tərkibli peelingdən sonra heç nə istifadə eləmirik. Serum istifadə eləmirik, maska istifadə eləmirik, sadəcə nəmləndirici. Qırmızı peeling serumu istifadə eləmişiksə, axşamlar istifadə edirik, ancaq üstündən sadəcə nəmləndirici krem tətbiq edin. Və səhərdə mütləq şəkildə SPF istifadə eləmək lazım. Yəqin ki, aydın oldu. Maskaları, peelingləri neçə yaşından etibarən istifadə eləmək olar? Maskalar 16-17 yaşından etibarən istifadə edə bilərsiniz, həftədə bir dəfə. Peelingləri isə 18 yaşından etibarən istifadə eləmək olar. Birinci başlayacaqlarsa kimyəvi peelinglərdən başlanırlar, digər peelinglərdən, üzümüzü ovuşdurduğumuz peeling gel, yəni qaysılı peeling krem, onlardan başlayırlar. Sonra 20 yaşından sonra artıq turşu tərkibli peelinglərə keçə bilərlər. Bu qədər. Məncə bir şey qalmadı. Aha, bizim burada tapşırığımız var. Bu tapşırıqlara baxarsınız. İndi burada hamısını demirəm, vaxtınız bitir. Onları eləməyə çalışarsınız. Bir növ özünüzə rutin quracaqsınız. İndi biraz baxın nələr yazmışsınız. Mən təşəkkür edirəm. Faydalı oldusa nə xoş mənə. Qırmızı peelingi 10 dəqiqə saxlasaz kifayətdir. Yağlı dəriyə bəli olar, qara könüllü maska. Peeling üzdə qalmamalıdır. Aha, bunu deməmişəm. Maskalar üzdə qalır. Maskalar üzümüzə tətbiq edirik. İndi üstündə nə qədər yazılıbsa, maskaların üstündə istifadə qaydası yazılır. Məsələn, deyir 15 dəqiqə saxla, 20 dəqiqə saxla, 10 dəqiqə saxla və s. Üstündə nə qədər saxla deyibsə, maskaları o qədər üzümüzdə saxlayırıq və yuyuruq. Kağız maskaları isə yumuruq, üzümüzdən çıxarırıq, atırıq, qalan serumunu üzümüzə yediririk. Peelinglər isə üzdə qalmır. Peelingi əlimizlə ovuşdururuq, dərimizdə yüngül, dairəsəl hərəkətlərlə təxmini 1 dəqiqə, 2 dəqiqə ərzində üzümüzü yaxşıca təmizləyirik, sonra yuyuruq. Peelinglər üzdə qalmır. Burada bir-birinizin suallarını cavablamışsınız, nə gözəl. Biz qadınların onsuz işi bitmir ki. Biz qadınlar həmişə mətbəxdə oluruq. Bəli, belə çox şüa ilə kontaktdasınızsa, məsələn, mən bütün günü kompüterin qabağındayam. O zaman da günəş kremi istifadə edə bilərsiniz. Aloe vera südünü göz altına istifadə edə bilərsiniz. Mən də istifadə edirəm. Əgər dəriniz çox həssaslaşıbsa, serum istifadə eləməyin ümumiyyətlə. Yəni, həssaslaşmış dəri demək ki, orada nəsə dəri bariyerini pozacaq nələrsə eləmişsiniz və yaxud da çox turşu istifadə eləmişsiniz, bilmirəm, istifadə etmişsiniz yoxsa yox. Ona görə dərimizə həssaslaşan dəriyə sakitlik vermək lazımdır. Sadəcə nəmləndirici, üzünüzü bir üz yuma geli ilə yuyun və yaxud da ümumiyyətlə bir neçə gün üz yuma geli istifadə edirsinizsə hal-hazırda, bir neçə günün üz yuma gelinə də ara verin. Sadəcə ilıq su ilə üzünüzü yuyun və nəmləndirici krem tətbiq edin. Yəni, o təlimdə danışdığım o detoks effekti verin dərinizə, yəni detoks rejiminə keçirin dərinizi.
Bəli, olar. Serumları əlinizdə istidir də eləyə bilərsiniz, birbaşa da tətbiq eləyə bilərsiniz üzünüzə. Həssas dərilərə bəli, A vitamini serum qıcıqlanma yarada bilər. Deməli, burada maska ediriksə, maskadan sonra serum tətbiq olunmalıdır. Bilmirəm, sualdır yoxsa təsdiq cümləsimi? Peeling, maska istifadə ediriksə sıra necə olmalıdır? Birinci üzümüzü təmizlədik, makyaj varsa makyajımızı təmizləyirik, üz yuma gel ilə üzümüzü yuyuruq, sonra peeling istifadə edirik. Əgər yumuşaq tərkibli peelingdirsə, ardından maska istifadə edə bilərik. Ondan sonra tonik istifadə edirik. Yəni əsas addımları deyirəm də mən. Serum tonikdən sonra serum istifadə edirik. Serumdan bir neçə dəqiqə sonra da nəmləndirici krem istifadə edirik. Yəni addımların sıralaması bu cür. Bəli, ləkələr üçün C vitamini istifadə edirik. Eynən. Bunları danışacağım. Məhsul təlimlərimizdə danışacağım. Hansı məhsullar olar, nə vaxt olar, nə vaxt olmaz. Bunları hələ ki çox detallara girmirəm. Yağlı dərilər Clean Bright Serum istifadə edə bilər. Yağlılığı aradan qaldırır. Retinol 25 yaşdan bəri istifadə edə bilərsiniz. Aloe vera yosunlu sabun üzə neçə dəfə tətbiq edilir? Gün ərzində bir dəfə tətbiq edə bilərsiniz sabunları və həftədə bir dəfə, dəri tipinizi bilmirəm nədir, bir dəfə, iki dəfə tətbiq eləmək olur. Belə, mənim deyəcəklərim bu qədər. Bu təlimdən bitəndən sonra, indi bilmirəm, çatdırsam, Yasemin xanım, tünd ləkələr, mövzumuz ləkə problemidir, ona görə cavablandırmıram. Olacaq, istəyirsiniz mənə yazarsınız təlimdən sonra, yəni dəri tipini soruşmalıyam, yaşını soruşmalıyam və s. Yazarsınız mənə. Nə deyirdim? Hə, deməli, bugün ya da sabah səs yazı göndərəcəm o öz yerində. Bir də testimiz olacaq. Qeydiyyatdan keçəndə necə ki linkə daxil olub oradakı nə yazılmışdırsa onu doldurmuşdunuz. Həminki şəkildə test olacaq. Hər birinizdən xahiş edirəm, həmin testi bu sertifikat üçün lazımdır. Həmin testləri eləyəsiniz və ən sona gəlirsiniz, orada göndər düyməsi və yaxud da təsdiq et düyməsi nəsə olacaq. Onu toxunursunuz və salam. Bu qədər həmin cavablar mənə gəlir. Belə. Suallarınız varmı başqa? Mən təşəkkür edirəm. Hər birinizdən minnətdarım. Üzü yuyandan sonra silməyə ehtiyac varmı? Necə yuyandan sonra silməyə ehtiyac var? Yəni, qurulamaqdan söhbət gedirsə, bəli, yuyandan sonra qurulur. Belə. Mən təşəkkür edirəm. Minnətdaram hər birinizə. Gecəniz xeyrə qalsın. Hər birinizin tapşırıqlarını edəndən sonra mənə göndərməyinizi istəyirəm. Göndərməyə də bilərsiniz, necə istəyirsiniz. Amma göndərsiniz yaxşı olar ki, mən bilim ki, siz bu təlimdən nəsə öyrəndiniz. Mənim danışdıqlarım boşa getmədi. Dinləyirsiniz, tapşırıqları eləyirsiniz, öz üzərinizdə işləyirsiniz, rutin qurmağa çalışırsınız. Mən bilim ki, təlimimiz işə yaradı. Ona görə mənə göndərsiniz tapşırıqları, yaxşı olar, sevinərəm. Belə. Əla, göndərin, gözləyəcəm.
Gecəniz xeyrə qalsın. Minnətdaram hər birinizə. Təşəkkürlər. Mən də sizə dəyər verirəm.